Aha, başlayalım. Kayda ataram, baxsınlar. Yoxsa geri qalırıq. Olmaz belə. Gülbadə necədir? Yaxşıdırmı? Yaxşıdır. Bəli, bəli. Aha, başlayalım. Trigonometriyada qalmışdıq elə. Bəli. Aha. Deməli, eləmə. Çəkir bu. Aha. Keçən dəfə diqqətsiz olmuşam. Buna diqqət eləməmişəm. Sinus 3 alfa bölünsün sinus alfa plus kosinus 3 alfa bölünsün kosinus alfa bərabərdir 1. Kosinus kvadrat alfanı soruşur. Ortaq məxrəc tapıram Gülbaydə. Neçə olur? Bunların hasili olurmu? Bunu bunun üzərindən yazıram. Üstündəkinə vururam. Sinus 3 alfa, kosinus alfa, kosinus 3 alfa, sinus alfa bərabərdir 1 olur. Bu nəyin asışıdır? Sinus alfa plus beta'nın asışı değil mi? Alfanın yerine 3 alfa, beta'nın yerine alfa durur. Sinus alfa, kosinus alfa bərabərdir nəyə? 1'ə. Sinus 3 alfa ilə alfanı toplayanda neçə eləyir Gülbayda? 4 alfa elədi mi? Sinus alfa, kosinus alfa bərabərdir 1'ə. İndi Gülbayda bunu çarpar vururam. Sinus 4 alfa bərabərdir sinus alfa kosinus alfaya. Gülbayda bu nədir? Bu nədir? 2 vurulsun 2 alfa değil mi? Bəli. 2 qabağa gəlir. Sinus 2 alfa, 2 sinus. Deməli 2 sinus alfa kosinus alfa. Deməli bu 2 vurulsun 2 alfadır. Olur sinus. Sinus 2 qabağa gəlir. Elə bil sinus 2 alfa nəyə bərabərdir Gülbayda? 2 sinus alfa kosinus alfaya bərabər değil mi? Bu da 2 vurulsun 2 alfadır. Onda sinus 2 alfa kosinus 2 alfaya bərabər olacaq mı? Ha? Bəli. 4 alfadır. İndi dayanın. İndi bir dəqiqə qəbul edeyim. Bir dəqiqə. Aha. Bir dəqiqə. Oradan gelip koşulmuştum. Ha. Buradan buna bastım. Bir də buna bastım. Все. Necə görsənir indi? Yaxşıdır mı? Yaxşı görünür mənimə. Bəli. Aha. İndi bu oldu sinus 2 alfa kosinus 2 alfa minus beraberdir sinus alfa kosinus alfaya. Deməli, bu da sinus 2 alfanın düsturudur. 2 qabağa sinus elə bir 2 qabağa gəldi. 2 qabağa gəldi. Bir dəqiqə. Silin bunu. Aha. Oldu bu. Sinus 4 alfa beraberdir sinus alfa kosinus alfaya. İndi 2 qabağa gəldi. Oldu 2 sinus alfa kosinus alfa. 2 vurulsun 2 alfadır. Beraber çık sinus alfa kosinus alfa beraberdir 0'a. Bu oldu. 4
sinus alfa kosinus alfadan çıxanda sinus 2 alfa və yaxud belə yazaq. 2 sinus 2 alfa çıx 2'də 1 sinus 2 alfa bərabərdir 0'a. Sinus 2 alfaları mötərizənin çölünə çıxardıram. Qalır 2 çıx 2'də 1 bərabərdir 0'a. Sinus 2 alfa bərabərdir 0'a. Alfa da bərabərdir 0'a. Deməli, sinus 2 alfa bərabərdir 0 aldım. 0 aldım. 0'ı sinus 2 alfa bərabərdir 0 aldım. İndi keçək kosinus kvadratı alfaya. Sinus 2 alfanın deməli kosinus kvadrat alfanın belə bir düsturu var. 1 plus kosinus 2 alfa böl 2'ye. İndi kosinus 2 alfa böl 2'ye. Bəs yaxşı, sinus kvadrat alfanın hansı düsturu var? 1 minus kosinus 2 alfa böl 2'ye. İndi buradan sinusun yerine 0 koyanda 1 minus kosinus 2 alfa bərabərdir 0 olur. Kosinus 2 alfa bərabərdir 1 olur. 2 alfa da bərabərdir neçə oldu? Alfa da bərabərdir 1 bölü 2 neçə oldu? 2'də 1 oldu mu? Ha? Bəli. 2'də 1 oldu. İndi alfaya ne tapdım? 2'də 1 tapdım. Məndən də kosinus kvadratı alfanı soruşur. Kosinus kvadratı alfa 1 plus kosinus 2 vurulsun 2'də 1'dir. Bölünsün neçədir? 2'dir. Yaxşı. Bircə dəqiqə bundan alınmırsa 2'də 1'dir. İndi alfaya 2'də 1 tapdım. Alfaya 2'də 1 tapdım. Alfa 2'də 1'dirsə 1'in üstünə gəlirəm. 1'in üstünə gəlirəm 2'də 1'i 2'də 3, 2'də 3'ü də bölürəm 2'yə qalır 4'də 3. İndi alfaya tapdım 2'də 1. Düz bucaqlı 3 bucaq çəkirəm. Bura alfadır. Kosinus deməli 2 tapdım. Buna da tapdım 1. 2 ilə 1 elədi neçə? 2'dən 1 elə bir. Bura tapdım 2. Bura tapdım 1. 2 ilə 1'in cəmi elədi kökdə 5. İndi mənə nə deyir? Kosinus alfanı tapın. Kosinus alfa qarşıdakı katetin nəyə nisbətidir? Kökdə 5'ə nisbətidir. Bəs kvadratı nə olacaq? Bircə dəqiqə. Sinus elə bil. Alfa 2'də 1'dirsə. Bircə dəqiqə. 2'də 1'dir. Aha, bu kökdə 5'dir. İndi kvadratı da olur 4 bölünsün 5. 4 bölünsün 5. İndi necə eləyəcəyik? 8'ə 5'i yenə inatlaşdı. Bircə dəqiqə. Bunu oynamışam. Neçə saat elə şey eləmişəm. Bircə dəqiqə. Sinus 4 alfa bərabərdir sinus alfa kosinus alfa. Bu sinus 2 vurulsun 2 alfadır. Bu da 2'də 1 vurulsun 2 sinus alfa kosinus alfadır. Diqqət eləyin sizdə. Bu 2 ilə 2 gedib deməli sinus alfa kosinus alfanın özü yazılıbdır da. Ona görə ixtiyarım çatır ki burada 2'də 1 vurulsun 2 yazım. Bu 2'də 1 bunun sinus 2 alfanın azışı değil mi? Bu da 2 sinus alfa sinus 2 alfa kosinus 2 alfanın azışı değil mi? İndi sinus 2 alfalar getdi.
2 kosinus 2 alfa neye beraber oldu? 2'de 1'e beraber oldu. İndi kosinus 2 alfa da beraberdir. Vurma da aşağıda bölümü olur. 4'te 1 olur. 2'de 1'i neye böldüm? 2'ye böldüm oldu 4'te 1. İndi bizden de ne soruşur? Bizden de kosinus kvadrat alfanı soruşur. Sinüs 2 alfalar getdi. Sinüs 2 alfalar getdi. Aha. Alfadır. İndi yazıram bura. Qarşısındakı katetin hipotenuza nisbəti bura olur. Aha 4'te 1. Aha. İndi bundan alınmır. Fikirləşirəm ki kosinus kvadrat alfanın 1 plus kosinus 2 alfa bölünsün 2 düsturu var. Kosinus 2 alfanın yerine koyacağım 4. 2 vurulsun 4'te 1 bölünsün 2. 2 ilə 2 deməli bu elir 1 4'te 9. Bu da bölünsün 2. Bu deyir 2'de 4, 4'te 13 olur neçə? 8'de 13. İndi 8'de 13'ü tapdım neye? Burada çıxmadır. Burada çıxmadır. 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 4'te 5, bu da elədi 8'de 5. İndi izah eləyim mi təzədən bir də? Təzədən bir də izah eləyim mi? Necə aldım? Hə? Bir de siz olar zəhmət olmasa. Aha, deyən qoy görüm necə çəkir. Bir dəqiqə. Aha. Aydındır indi. Güclə düzəltmişəm internet. Bəli, indi qəşəng görünür. Deməli, mən bununla nə qədər oynamışam, bu mənim başıma oyun açıbdı. Sinus 3 alfa, asan bir misal. Sinus alfa bilmirəm, yorğun olmuşam. Yəni necə yorğunam. 3 alfa bölünsün kosinus alfa bərabərdir 1'ə. İndi kosinus kvadrat alfanı soruşur bizdən. İndi Gülbayda sinus alfa ilə kosinus alfaya ortaq məxrəc nədir? Onların hasili. Bunların hasilidir. Bunu bunun üzərindən yazdım mı Gülbayda? Böləndə bu qalır. Bunu da bunun üzərindən yazırıq mı? Kosinus alfaya böləndə sinus alfa, kosinus alfa ilə kosinus alfaya böləndə sinus alfa qalır. Sinus 3 alfa vurulsun kosinus üstündəkinə vururam. Gülbayda ne oldu? Kosinus 3 alfa sinus alfa bərabərdir 1 oldu mu? 3 Bəli, alfa onu 1 da alfa. yapıyoruz. Sinus alfa plus beta'nın asışıdır. 4 alfa oldu mu? Sinus alfa kosinus alfa bərabərdir 1 oldu mu? Çarpaz vurdum. Sinus 4 alfa bərabərdir sinus alfa vurulsun kosinus alfa oldu mu? Hə? Bəli, müəllimə, bəli. Bura kimi başa düşdünsə, indi gəl buranı siləyin. Gəlin buranı siləyin. Bu nə deməkdir? Sinus 2 vurulsun 2 alfa demək deyilmi? Gülbayda. Bəli. Bu da 2'de 1 vurulsun 2'ymiş ki 2'ler gedib sinus alfa kosinus alfanın nəyi qalır? Özü qalır. Yəni hasili, özü. Bu nəyin atışıdır Gülbayda? 2 sinus 2 alfa sinus 2 alfa neye beraberdir? 2 sinus 2 alfa kosinus neye beraberdir? Alfa. 2 alfaya. 2 alfaya. 2 tane 2 var axı burada. Başa düşdün mü? 2 alfa olsa sinus alfa kosinus alfaya var. 4 alfa olanda sinus 2 alfa kosinus 2 alfaya beraber olur. Başa düşdün mü Gülbayda? Bəli. Bu da işte bir sinus 2 alfanın asışı değil mi? Düstura getirirəm. Sinus 2 alfalar getdi. 2 kosinus 2 alfa beraberdir. 2'de 1 kaldı mı? Kosinus 2 alfa beraberdir. 2'de 1 bölünsün 2, 4'te 1 oldu mu?
Bəli, müəllimə. İndi kosinus 2 alfa nəyə bərabərdir? 4-də 1-ə bərabərdir. İndi yazaq bunun yerinə. Kosinus 2 alfa bərabərdir 4-də 1-ə. Kosinus 2 alfa bərabərdir 4-də 1-ə. Kosinus kvadrat alfanı soruşur. Düstur necədir? Kosinusdan kosinusa keçəndə çıx olur. Kosinus 2 alfa bölünsün 2 olur. 1 çıxılsın. Kosinus 2 alfaya nə qoyacam? 4-də 1 bölünsün nə qoyacam? 2. 2. Bu neçə oldu? 4'te 3 bölünsün 2 oldu mu? Bu da neçə Bəli. oldu? 8'de 3 oldu. 8-də 3. İndi 8'de 3 oldu. Bircə dəqiqə bu görüm kitabı hara qoydum. Səkkizdə 3 oldu. Bəs yaxşı. 5'də yaxşı. 1 minus 2 vurulsun 2'de 1, 4'te 1. Kosinus kvadrat alfa 8'de 3'e beraberdir. Yaxşı. Kosinus kvadrat alfa buna beraberdirsə, onda sinus kvadrat alfa neye beraberdir? 1 çıxılsın kosinus kvadrat alfaya beraber değil mi? Bir de 8'de 3 çıkanda ne olur? 8'de 5 olur. 8'də 5. Siyah. Bax, bunun yolu belədir. Bunun yolu bu cürədir. İndi keçəyin. O birisilər də ona düsturlara aid gedir. Keçəyin məsələn trigonometri ikiqat və yarım arqument trigonometrik funksiyalara. Deməli, ikincidə verib ki, kosinus 2 alfa çıx, sinus 2 alfa vurulsun kotangens alfaya. Kosinus 2 alfanın düsturunu da görək Gülbadə neye beraberdir? Sinus kvadrat alfaya. Yazıram yerine kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Sinus 2'nin yerine sinus 2 alfa 2 kat yarım arqument düsturu necədir? 2 kat düstur necədir? 2 sinus alfa kosinus alfaya. Yazıram sinus alfa kosinus alfa. Kotangens neye beraberdir? Kotangens alfa kosinus alfa bölü sinus alfaya beraberdir. Kosinus alfa bölünsün sinus alfaya beraberdir. Yazdın mı düsturlara göre? Yanım markayacaktım. İndi bu düsturları yazandan sonra gəlin bununla bunu ixtisar aparalım. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa çıx 2 kosinus alfanı kosinus alfaya vuranda üstler toplandı. Ne oldu? Kosinus kvadrat alfa oldu mu? İndi kosinus kvadrat alfa mənfi 2 kosinus kvadrat alfa olur. Mənfi kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Beraberdir neye? Sıfıra. İndi beraberdir. Beraberdir. İndi bu heç bir düsturu xatırlatmır. Ona görə mənfini qabağa verirəm. Kosinus kvadrat alfa, sinus kvadrat alfa mötərizəyə salanda əks işarə ilə girir. Bu nədir? Bir eyniliyi deyil mi? Onda mənfi 1 olur da cavabda. Başa düşdünüz mü? Bəli. Sonra üçüncüdə verib ki, sinus kvadrat 10 dərəcə çıx kosinus kvadrat 10 dərəcə bölünsün 4 sinus 70 dərəcə bərabərdir. İndi nə edəcəm? Sinus kvadrat mənfini qabağa verirəm. Kosinus kvadrat 10 dərəcə üstə gələk. Sinus kvadrat 10 dərəcə yaza bilərəmmi? Bəli. Mənfi 1 bu da bizə heç nəyi verməyəcək. Heç nəyi verməyəcək.
Mənfini mötərizənin çölünə çıxardıram. Olur kosinus kvadrat x 10 dərəcə. Aha. İndi deməli, bizim belə bir düsturumuz var. Kosinus 2 alfa bərabərdir. Kosinus kvadrat x çıxılsın nəyə? Sinus kvadrat x-a. İndi burada yerlər dəyişikdir. Yerlər dəyişəndə mənfi qabağa gəlir. Kosinus 2 vurulsun neçə dərəcə olur? Alfa neçə dərəcədir? 10 dərəcə. 10 4 dərəcə. vurulsun sinus 70 dərəcədir. Bərabərdir. Mənfi kosinus 2-ni ona vururam 20 dərəcə. 4 sinus 70 dərəcə. Bərabərdir. Kosinus 20 dərəcəni sinus 70 dərəcə eləyək. Kosinus 90 dərəcə çıx nə olur? 70 dərəcə. 90 dərəcədə öz adına çevrilir, olur sinus 20 dərəcə. Oldu. Mənfi sinus 20 dərəcə, 4 sinus 70 dərəcə. Oldu mu belə? Yox, burada sinus 70 dərəcə oldu. 70 dərəcə oldu. 70 dərəcələr gedir, nə qaldı? Mənfi 4'də 1 qaldı. Aydındır mı sizə? Bəli. Aha. 90 dərəcədə sinus kosinusa çevrilir, kosinus da sinusa çevrilir. Sonra bizə nömrə 4'də verib ki, 2 tangens 15 dərəcə bölünsün, 1 çıxılsın tan kvadratı 15 dərəcəyə. Bu nəyin düsturudur? 2 tangens alfa 1 çıxılsın tangens kvadrat alfa tangens 2 alfanın düsturu değil mi? Alfanın yerine de 15 durur. Tangens neçə oldu? 30 dərəcə oldu mu? Hə? Bəli. Tangens 2 alfanın düsturu necədir? Cüvbaydə 2 tangens alfa 1 çıxılsın tangens kvadrat alfaya. Alfa da bucaqdır 15 dərəcə durur. Ona görə 30 dərəcə. İndi müəllim tangensin 30 dərəcədəki qiymətini bilmirəm. Bilmirsənsə gətir, yerinə qoy düsturu, sinus 30 dərəcə bölünsün nədir? Kosinus 30 dərəcədir. Yaman. Bunu qəbul edeyim. Aha, dayanın bir şey deyim. Görüm necə başa salmışdılar. Eləyim. Aha. Sonra sinus 30 dərəcədə alır 2'də 1. Kosinus 30 dərəcədə alır kök altda 3 böl 2. Kəsr xəttində bölmə deməkdir. 2'də vururam kökdə 3'də 2'yə. 2'lər gedir, qalır 1 böl kökdə 3. Deməli, tangensin qiyməti neymiş? 1 böl kök altda 3. Belə cavabım yoxsa kökdə 3'ə vuracam qoşmasına. Deməli, kökdə 3 bölünsün neymiş? 3 imiş. Məxrəci də vuracam kökdə 3'ə qoşmasına surəti də. Kökdə 3'ü kökdə 3'ə vuranda 3, 1 kökdə 3'ə vuranda kökdə 3 olur. Deməli, cavabım nə oldu? Kökdə 3 bölünsün 3 oldu. Aydındır mı bu da? Bəli. Sonra keçəyin 5-ciyə. İndi 2 1 bölünsün tangens pi bölünsün 8'ə. Çıxılsın tangens pi bölünsün 8'ə. İfadəsinin qiymətini hesablayın. Baxırsınız ki, bu heç bir düsturu xatırlatmır bizə. Ona görə bunun surətini tangens pi bölünsün 8'ə vururam. Məxrəcini də tangens pi bölünsün 8'ə vururam. Surət və məxrəci eyni bir ədədə vurmaq olar. Deməli, 2 tangens oldu pi bölünsün 8.
Bunu buna vuranda baxın 1 bölünsün tangens 1 bölünsün 8-i tangens 1 bölünsün 8-ə vuranda bunlar gedir qalır 1. Çıx tangens kvadratı pi bölünsün 8 olur. Bu da bərabərdir. Deməli, bu hansı düsturu xatırladır? Tangens 2 alfanın. Tangens 2 alfa nəyə bərabər idi? 2 tangens alfa 1 çıxılsın tangens kvadrat alfaya. Tangens 2 alfanın düsturu. Alfanın yerinə nə durur? Pi bölünsün 8 durur. Bununla bu ixtisar gedir. Tangens pi bölünsün 4 qalır. Tangens pi bölünsün 4 45 dərəcə deməkdir. Pi 180 dərəcədir. 4'ə böləndə 45 dərəcə. Tangens 45 dərəcədə alır 1. Bilmirsinizsə sinus 45 dərəcəni bölün kosinus 45 dərəcəyə. Sinus 45 dərəcənin qiyməti kökdə 2 bölünsün 2. Bunun da qiyməti kökdə 2 bölünsün 2 olur 1. Aydın oldu mu? Bəli, müəllimə. Aha, lap yaxşı. İndi keçəyin o birisinə. 2 6-cıya. 2 sinus 22 dərəcə 30 dəqiqə. Vurulsun kosinus 22 dərəcə 30 dəqiqə. Bu 7-ci sinifdə keçmişdik. Bu nədir? Dəqiqədir. 2 xət nədir? Saniyədir. İndi bərabərdir. 2 sinus alfa kosinus alfa. Sinus 2 alfanı açanda 2 sinus alfa kosinus alfanı verir mi? Verir. İndi bunu yumanda ne olur? Sinus 2 alfa olur. Yani içini vururam 22 dereceyle 30 dəqiqəyə. Bu olur sinus içini 22'ye vuranda 44 dəqiqə. Bu da olur 44 derece 60 dəqiqə. 1 derecem de 60 dəqiqədir. 60 dəqiqədə 1 dərəcə olduğuna görə burada da 44 dərəcə olur 45 dərəcə. Sinus 45 dərəcədə köşdə 2 bölünsün 2 alır. Aydındır mı? Bəli. Sonra. O birisi de ona ait, yok ait değil. Prosto biraz oxşarlıq var. Sinus kvadratı 22 dərəcə 30 dəqiqə. Çıx kosinus kvadratı 22 dərəcə 30 dəqiqə. Bərabərdir. İfadəsinin qiymətini hesablayın. Bizim belə bir düsturumuz var. Kosinus 2 alfa bərabərdir. Kosinus kvadrat alfa çıx nəyə? Sinus kvadrat alfaya. İndi bunun yerini dəyişəndə mənfi qabağa gəlir. Kosinus kvadrat 22 dərəcə 30 dəqiqə. Çıx sinus kvadrat 22 dərəcə 30 dəqiqə olur. Mənfini qabağa verdim ki, bu nə olsun? Düstura gəlsin. Kosinus 2 alfanın düsturuna gəlsin. Mənfi kosinus 2 22 dərəcə vur 30 saniyə. Dəqiqə. Saniyə nə idi? Mənfi kosinus kvadrat 2'ni vururam 22'ye 44 dərəcə 60 dəqiqə. 1 dərəcəm 60 dəqiqədir. 60 dəqiqə buna gəlir dərəcəyə üstünə olur kosinus kvadrat 45 dərəcə. 45 dərəcədə olur mənfi köşdə 2 bölünsün 2. Kosinus kvadratı alır mənfi köşdə 2 bölünsün 2. Onda nə oldu? Cavabımız A variantı oldu da. Elə? Yok. Bəli, müəllimə. Adı. Aha. İndi bizə verib ki, nömrə 9'da sinus 3 alfa üstə gələk kosinus 3 alfa bunun da nəyidir? Kvadratıdır.
Böl 1 plus sinus 6 alfiya. Gəlin müxtəsər vurma ilə açalım. Olur sinus kvadrat 3 alfa. 2 bunu birincinin ikinciye vurmasının 2 misli. Kosinüs 3 alfa üstə gələk ikincinin kvadratı kosinüs kvadrat 3 alfa. Bu da 1 plus sinus 6 alfa. Beraberdir. Sinüs kvadrat 3 alfa kosinüs kvadrat 3 alfa verir 1'i. Sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa 1 eyniliğini vermir mi? İndi prosta 3 alfa yazıb fərqi nədir? 1 eləyir. Üstə gələk 2 sinus 3 alfa kosinus 3 alfa. Bölünsün 1 sinus 6 alfa. 2 sinus alfa kosinus alfa sinus 2 alfanın asışı değil mi? Kosinus alfa. Yumanda 2 alfanın da yerine 3 alfa durur. Olur buna ne yazacağım? Sinus 6 alfa. Sinus 6 alfalarda 1 gedir. 1 plus sinus 6 alfana 1 plus sinus 6 alfa ixtisar gedir və yaxud böləmdə də neçə qaldı? 1 qaldı. Aydındır mı bu da? Bəli, müəllimə. Aha. İndi keçək nömrə neçəyə? 10'a. Sinus kvadratı 27 dərəcə. Böl 1 plus kosinus 27 dərəcə. Minus 1 minus kosinus 27 dərəcə. Sinus 27 dərəcə. Deməli, tangens alfa bölünsün 2'nin tangens alfa bölünsün 2'nin düsturudur. Deməli, tangens alfa bölünsün 2, bu da tangens alfa bölünsün 2'nin düsturudur. Bunlar gedir 0 kalır. Deməli, o düsturu belə yadınızda saxlayın. Sinus 27 dərəcə sinus alfa bölünsün 1 plus kosinus alfa. Və yaxud bu surətə çıxır. 1 minus kosinus alfa bölünsün sinus alfa. Dəyin düsturudur. Tangens alfa bölünsün 2'nin düsturudur. Onlar da gedir, qalır 0. İndi baxalım nömrə neçəyə? 12'yə. Yarım arqument düsturlarını təzədən 3 dənə düsturdu. Onu əzbərləyin mütləq. Sinus 20 dərəcə bərabərdir B-yə. Sinus kvadratı 35 dərəcə bərabərdir suala. İndi ne edeceğim? Sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa neye beraberdir? 1'e. 1'ə. Sinus kvadrat alfa neye beraberdir? Üstə gələk aşağıda ne olur? Çıxma olur. Çıxması. İndi sinus kvadrat 30 bir çıxılsın kosinus kvadrat alfaya. İndi sinus kvadrat alfanın yarım arqument düsturu var. 1 minus kosinus 2 alfa bölünsün 2. 1 minus 1 plus kosinus 2 alfa bölünsün 2'ye. Görək bununla yazanda bize neyse verir mi? Aha. İndi gəl kosinus kvadrat alfanın yarım arqument düsturu nədir? Kosinusdan kosinusa keçəndə üstə gələk olur. Böl nəyə? 2'ye. Düz değil mi? Yazdım beraberdir. 1 çıxılsın 1 plus kosinus 2 alfa böl 2'ye. Kosinus 2 alfa böl 2'ye. Sinus 20 dərəcəni necə yaza bilərəm? Baxın, burada kosinuslandı, burada sinusla verir. Sinus 20 dərəcə bərabərdir. Sinus 90 dərəcə çıx nə yaza bilərəm? 70 dərəcə. Kosinus neçə oldu? 70 dərəcə oldu mu? Bəli.
Deməli, kosinus 70 dərəcə nəyə bərabərdir? B-yə. Bir dənə də yolunu deyəcəm. 1 çıxılsın 2, 1 çıxılsın 2, 1 plus kosinus 2 alfa yerinə 2 vurulsun 35 qoyacağım. O da oldu B. Deməli, bircə dəqiqə. Burada çıxaq deyil. 1 minus kosinus 2 alfa bölünsün 2'dir. Sinus kvadrat alfanı 35 dərəcəni soruşuldu da. Ha. Deməli, bunu yazdım mı belə? İndi sinus kvadrat alfanın kosinusuna yarım argumenti olan düsturunu yazdıram. 1 minus kosinus alfa bölünsün nədir? 2 alfa bölünsün nədir? 2'dir. İndi bunun yerinə nə yazacağım? Kosinus 2 alfaya nə tapmışam? B tapmışam. 1 bölünsün, B bölünsün 2. 1 çıxılsın, B bölünsün 2. Yarım argumenti üstünü yazdım. Heç uzatmağın yeri de yok idi. Başa düşdünüz mü? Yarım argument. Gördünüz alım hep siz yarım argumente geçin. Başa salın mı bir de? Ha? Başa salın mı? Yox, müəllimə, mən başa düşdüm. Aha. İndi verib 13'də kosinus alfa bölünsün 2 bərabərdir 0,8'e. 0 dərəcə kiçikdir alfa bölünsün 2 kiçikdir 90 dərəcəyə. Sinus alfanı tapın deyir bərabərdir suala. İndi kosinus alfa bölünsün 2'ni gəlin tapalım. Yarım argument düsturu. İndi kosinus alfa bölünsün 2, kosinus 4 vurulsun alfa bölünsün məsələn belə yazaq. Yarım argumente gətirmək istəyirəm. Elə bir sinus 2 alfa nəyə bərabərdir? 2 sinus alfa kosinus alfaya bərabər deyilmi? 2 sinus alfa kosinus alfaya gətirmək istəyirəm. Bu nədir? Sinus 2 vurulsun, 2'də 2 alfa vurulsun 2'də 1 değil mi? 2'lər gedib sinus alfa qalır. Elə? Bu nədir? 2'də 1 sinus 2 alfa değil mi? Diqqətlə baxın. 2'də 1 qabağa keçsə də. Sinus 2 alfanın düsturunu yazın. Sinus alfa, kosinus alfa. 2'də qabağa gəldi. Düz değil mi? Hı? İndi 2'lər getdi. 2'lər getdi. Yox, bir də dəqiqə. 2'də 1 sinus 2 alfadırsa yazdıram alfa bölü 2 kosinus alfa bölünsün 2'ye. Kosinus alfa bölünsün yerine 0,8 yazıram. Sinus alfa bölünsün 2 neye beraberdir? Kök altında 1 çıxılsın 0'dan %64 o da oldu %36. Ondan da ne çıktı? Onda 6 çıktı. Onda 6 çıktı. Düz değil mi? Bəli. İndi burada vur bir dənə də 2 var ki, bunlar gedib bunun özü qalıb. Gel. Bax, 2'də 1, 2 alfa vurulsun 2'də 1, 2'lər getdi. Yəni yarım çatır. 2'də 1'i qabağa gətirdim. Sinus alfa bölünsün 2 kosinus 0,48 oldu. 0,48 oldu. İndi məndən də sinus alfa bölünsün
deməli, məndən də sinus alfanı soruşur. Mən nəyi tapdım? İkidə bir sinus 2 alfanı tapdım. İndi sinus alfa bunu 0,48'dirsə sinus 2 alfa neye beraber olacak? 0,98'e beraber olmayacak mı? Sinus 2 alfa, 2 sinus alfa, sinus alfa. Elə bir 2 sinus alfa, kosinus alfadır. 2 vurulsun sinus alfaya 0,6, kosinus alfaya 0,8 tapdım. Onu da vuranda 0,96 edir. İndi bircə dəqiqə. Görək sonra başqa cür necə eləmək olar. Baxın, kosinus alfa bölünsün 2'nin. İndi sinus alfa bölünsün 2'ni tapaq. 1 çıxılsın kosinus kvadrat alfa bölünsün 2 değil mi? 1 çıxılsın 0,8'in kvadratı 0,64. O delədi 0,36. Ondan da çıxdı 0,6. Sinus alfa bölünsün 2'ye ne tapdım? Sinus alfa bölünsün 2'ye ne tapdım? 0,6 tapdım mı? 0,16. Bəli. Məndən də sinus alfanı soruşur. Sinus alfa nədir? Sinus alfa. Sinus 2 Tərəf alfanın ikiyə küsurunu vuruyor. yazın. 2 sinus alfa kosinus alfa değil mi? Ha? 2 sinus alfa kosinus alfadır. Sinus alfa kosinus alfadır. İndi içine vururam nəyə? 0 tam elə bir alfa bölünsün 2 0,6'dırsa bu da vurulsun nədir Gülbaydə? Alfanı tapmaq üçün 2'yə vuracam ki, yəni bu 2'lər gedibdir. Alfanın özü qalıbdır da. Başa düşdünmü? Ona görə bunu vururam 2'yə. Sinus alfa bölünsün 2, kosinus alfa bölünsün 2. Alfa bölünsün 2'ye ne tapdım? 0,6. Ona da tapdım 0,8. 0,48. 0,96. Başa düşdün mü? Yarım arqument üstündən eləyəndə necə olur? Görək neçədir. Sonra da dərsə girəsiniz. Aha. Birini də eləyək. Deməli, nömrə 15'ə baxalım. Sinus pi çıxılsın 2 alfa. Vurulsun kot alfa. Bölünsün. Bir üstə gəlinsin kosinus 2 alfa. Bərabərdir. Pi nə deməkdir? 180 dərəcə demək deyil mi? 180 Bəli. dərəcədə sinus adını dəyişirmi? Dəyişmir. Olur Kosinus. sinus 2 alfa. Kotangens alfa sinus alfa bölünsün nədir? Kosinus alfadır. Bu da pilus kosinus 2 alfa değil mi? Sinus 2 alfanı açaq. Ne olur? 2 sinus alfa kosinus alfa sinus alfa çıx kosinus alfaya. Və burada dərəcəyə baxırsan. 180 dərəcədən çıxanda nə isə birinci rüblə ikinci rüb alınır. Onda da sinus müsbətdir. Ona görə müsbətini yazdım. Kosinus alfalar gedir. 1 pilus kosinus 2 alfa qalır. Deməli 2 sinus alfanı sinus alfaya vuranda sinus kvadrat alfa olur. Bu da 1 pilus kosinus 2 alfa olur. Sinus kvadrat alfa 2 1 pilus kosinus 2 alfa böl 2'dir. 2'lər gedir. 1 pilus kosinus 2 alfadır. Bunlar da gedir. Ne kaldı Gülbay'dan? 1. Baba ne kaldı? 1 kaldı. Yarım arqument düsturlarına baxırsınız. Sonra keçirik. Trigonometri tənliklərdən də bir ikisini həll eləyirəm. Bu yaxında OTK sınağına qız gedibdir. Trigonometriyanı
təzə izah eləmişdim. Asan düşübdür. Elə asan düşübdür heç olmayan kimi. Bilirsiniz nə düşüb? Sinus 60 dərəcə, üstə gələk sinus 30 dərəcə. Qiymətlərini yerinə qoyub hesablayırsan da. Onu hesablaya bilməyibdim. Qiymətini əzbərləmək üçün. Deyəsən cavab 2-də 1 idi. Hə? Orada cavab. Deyəsən orada cavab 2-də 1 idi. Baxmışam suala mən. Hə, tam fikir verməmişəm. Tam fikir verməmişəm. Ancaq yəni asan idi da. Qiymətləri əzbərləsə Bəli, biləcəkdi asan. da.